Azərbaycan Milli Elmlər Akademiyasının Riyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Yer elmləri bölməsinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub. İclasa giriş sözü ilə akademik İsa Həbib bəy açaraq tədbirin gündəliyi barədə məlumat verib. Akademik İsa Həbib bəy qeyd edib ki, bugünkü iclasda AMEA-nın elmi bölmələrinin 2025-ci ildəki fəaliyyətlərinə dair hesabatlara başlanılır və qarşıdakı günlərdə ümumilikdə akademiyanın 6 bölməsinin, eləcə də regional bölmə və elmi mərkəzlərinin hesabatları ictimaiyyətə təqdim olunacaq. Akademiyada aparılan struktur islahatları barədə də məlumat verən akademik İsa Həbib bəy bunu dövrün çağırışlarının tələb etdiyini və qaçılmaz olduğunu bildirib. Ötən müddət ərzində AMEA-da mövcud ştat vahidləri və daxili imkanlar hesabına 30-a yaxın yeni şöbənin yaradıldığını söyləyib. Daha sonra AMEA-nın vitse-prezidenti Yer elmləri bölməsinin elmi şurasının sədri akademik İbrahim Quliyev bölmənin 2025-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyət haqqında hesabatını təqdim edib. Bildirib ki, 2025-ci ildə AMEA-nın Yer elmləri bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 15 problemi əhatə edən 44 mövzu, 56 elmi tədqiqat işi, 15 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilmiş. 11 mövzu, 20 elmi tədqiqat işi və 7 mərhələ başa çatdırılmışdı. Hesabat ilində Yer elmləri bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 40-dan çox mühüm nəticə alınmış. Təsərrüfat müqaviləsi əsasında 43 elmi tətbiqi iş yerinə yetirilmişdi. Alim vurğulayıb ki, Azərbaycanın geofizika elmi 2024-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 36-cı, geomühəndislik elmi 41-ci, geologiya elmi 47-ci mövqedədirlər. Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik İbrahim Quliyev hesabat ilində Yer elmləri bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 9 monoqrafiya, 16 kitab və 6 dərslik, 264 məqalə, 117 tezisin nəşr edildiyini, onlardan 115-nin Web of Science və Scopus bazasında olan impact faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişdə Respublika Seysmoloji Xidmət Mərkəzinin 2025-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyət haqqında hesabatı təqdim edib. Bildirib ki, 2025-ci ildə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 3 problemi əhatə edən 5 mövzu, 13 elmi tədqiqat işi yerinə yetirilib. Mərkəzin əməkdaşları 4 qrant layihəsində iştirak ediblər. Hesabat ilində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə 47 məqalə, 19 tezis nəşr edilib. Nəşr edən məqalələrdən 9-u Web of Science və Scopus bazasında olan impact faktorlu jurnallarda işıq üzü görüb. Qurban Yetirmişdi bildirib ki, 2025-ci ildə Bakı televiziya qülləsi və ona bitişik ərazidə geoloji, geofiziki tədqiqatlar aparılıb və sürüşmə riskinin azaldılması üzrə təkliflər verilib. Tədqiqat ərazisində zəif və mikro zəlzələlərin qeyd etmək məqsədi ilə lokal monitoring sistemi də qurulub. Sonra Şəki Regional Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyət haqqında hesabatı dinlənilib. Hesabatı mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü təqdim edərək bildirib ki, hesabat ilində Şəki Regional Elmi Mərkəzində 6 yeni prioritet istiqamətdə 11 mövzu üzrə 19 elmi tədqiqat işi yerinə yetirilib. 25 mühüm nəticə əldə olunub. Məruzəçi qeyd edib ki, mərkəz əməkdaşlarının hesabat dövründə 11-i xaricdə olmaqla 24 məqaləsi, 12-si xaricdə olmaqla 30 tezisi çap olunub. İşıq üzü görmüş məqalələrin 5-i Web of Science və Scopus bazalarında dərc edilib. Alim eyni zamanda mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, tərtiflər, elektron elmin vəziyyəti barədə məlumatları təqdim edib. İclasda təqdim olunan hesabatlar ətrafında çıxışlar olub, əldə olunan mühüm nəticələrlə bağlı fikirlər səsləndirilib. Müzakirələrdən sonra AMEA Riyasət Heyətinin qərarı ilə Yer elmləri bölməsinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2025-ci ildəki elmi və elmi təşkilatı fəaliyyət haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərarı alınıb. Leyli Naimi qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.